Biz gəlmişik Xatirə xalamgilə. Dedim vlogda açım sizlə bərabər. Bu mənim balaca Xatirəm. Xalamgilə gəlmişik. Hansı ki toy olmuşdu o xalamgilə. Aydın sən elə təzə çatmışıq. Qızım sevinir. Ayan da gəlir o tərəfdən. Bura gəlmişik. Burada da kuxna mebeli yığdırıblar çardaqlarında. Yığdırıblar deyəndə, yəni evdəkini çıxardıblar bura. Gəlin ora təzəsini gətirib. Burada şəfi dəyişmə mərasimidir. Qızım. Can, niyə qızım? Hara deyil? Nətər olub əzilib? Fidan da burada. Sürüşüb yıxılmışsan. Heç nə olmaz, çəkərim, heç nə olmaz. Harada yıxılmışsan? İş görür, yemək falan hazırlayır. Burada da yeməyin biri buradadır. Buradan göstəriş yapım. Toyuq qızardırlar. Kabak. Belə, yavaş-yavaş. Yaxşı, yavaş-yavaş işlər görülür. Motorun səsi də imkan vermədi bu gözəlliyi çəkim. Xalamın gülü. Xalam çox gül falan sevmir. Amma bu gülü saxlayır hər zaman. Saxlayır hər zaman. Şəkərim. Girək evə, üşüdük. Girək. Keçdim mətbəxə. Qızlar burada, gəlinlər, yeni gəlinimiz. Köhnə gəlinimiz qəşəng yemək hazırlayırlar. Bozbaş. Yenə bozbaşımız bişir. Aspiratorun səsi var. Ona görə danışığım bəlkə də çox eşitmirsiniz. Burada da salatlar falan hazırlanır. Salatlarımız da hazır olsun. Birazdan yeməyə oturacaq. Bu da təzə gəlinin tosteridir. Biraz ağırdır. Burası ölçüsü mənimki boydadır, amma burası fərqlidir. Mübarəkdir, təki xeyir işləri həmişə işlətsinlər. Burada da köhnə gəlinimiz bir tanəciyimiz qabıyır. Yavaş-yavaş çay içdiyimiz stəkanları yuyur ki, artıb qalmasın. Belə. Gəlinlər iş görür burada. Qəşəng. Yeməğimiz hazır. Oturub yeyək. Yeyirik. Belə. Qablar yuyulur burada. Burada da Cənnət mahalləsinə baxırıq. Fidanla təzə gəlin bacısı burada qabları yuyur. Burada da kinoya baxırlar. Biz də evdə çox baxırıq elə kinolara, köhnə kinolara. İndi heç belə seriallar daha çox çəkilmir. Əvvəl var idi. Yavaş-yavaş işlər görülür. Gedirik evimizə. Artıq axşamdır, gedirik evimizə. Soyuqdur, soyuq. Ne tücük oldu bir anda? Tor soğukdur yakın. Yəqin soyuq. Biraz böyle ama. Heç nə. Araza düşdük. Deyəm pişiyə yemək alıram.
Ay, soyuqdur, çıxdıq Arazdan. Ne? Dəhşət külək var. Zorla oturduq da maşına. Gücüm təhər. Gedək. Tez evə. Soyuqdur. Yolumuza davam. Bilirsən mən 2 ildir şöbəyə gedirəm. Bilirsən Köhnə yolumuzdan gedirik. Köhnə yolumuzu yad edək. Nəhayət çatdıq evə, evdəyik. Arazdan qısa, elə bir çox böyük bir şey almadıq. Sadəcə qısa bir 15 dənə belə yumurta aldıq. Daha sonra bir dənə toyuq aldıq. Arazda toyuq endirimdə idi 4.50-yə. Bir dənə onu aldıq. Giləzi toyuğu 4.50-yə idi. Bir dənə toyuq, 15 dənə yumurta. Daha sonra bir dənə belə yağ var idi. Heç almamışıq, bundan endirimdə idi. Aldıq. Bir dənə belə green food sos da, nə bilim belə acılı sos. Bunu yoldaşım yeyir. Xardaldır, bu da çox sevir, həmişə alır. Daha sonra 2 dənə qırağa qoyum, 2 dənə çörək, zavod çörəyi. Ondan sonra belə tacın, spagetin 2 dənə gördüm. Belə tacın spageti. Daha sonra nə qaldı? Hə, bir də 2 paçka Felix. 2 paçka da Felix. Bunlar heç də olmazsa olmazımızdır. Suzi! Canım! Bax, bax. Verdiri. Gəl, gəl, gedək töküm ye. Gedək töküm ye. Canım, doymur da. Bu qız Felix'dən doymur. Ancaq gəl, gəl. Suzi, gəl. Axşam yeməyinə qərar verildi ki, toyuq sosu bişirək. Əslində, yəni mən axşam bu qədər zəhmətli eləmək istəməzdim. Necə? Yəni zəhmətli deyəndə yemək pişirməyi mən çox sevirəm. Mənim üçün heç bir əziyyəti yoxdur. Sadəcə yəni axşamdır da, yüngül də atışdırıb. Məsələn, bunu indi Dənizə pişirirəm. Dəniz dedi ki, mama, mən çalma yumurta, bir də kələm turşusu yeyəcəm. Sizə hətta mən turşumu da göstərim. Baxın. Görün nə gözəl olub. Artıq dəyib, bir dənə bu qalıb. Qalan 2 dənə qab yeyilib. Ona belə yumurta pişirirəm. O kələm turşusu ilə yeyəcək. Yəni digərləri, amma buna razılaşmadım. Mən də tez gətirdim. Toyuğumu doğradım. Yudum, ətimi pörtətdim. İndi burada da yağ, soğan, biber, kartof qovururam. Biraz tomat əlavə eləyəcəm. Ətlərimi əlavə eləyəcəm. Ev xalqı üçün də axşama sadə soyuq, sadə toyuq sosu olsun. Pişirəm, yesinlər. Ev yox. Da ürəklərindən keçdi. Mən də qəblərini qırmadım. Dənizin yumurtası bişdi. Bu yeməyin tomatını əlavə edeyim. Bunu mamam marketdən alıb. O qədər qəşəng tomatda kağızı cırılıb qoxur. Kartofunu falan az elədim. Bildim ki, bu ara uşaqlar nəsə kartof istəmir. Əvvəl lap çox sevirdilər. Ətimi pörtdədəndən sonra bir də yumuşam. Belə ətlə də qovrulsun, duz atmışam. Tomat əlavə olundu. Belə. Bu duz deyib burada. Taxtanın üzərində. Biraz belə qovrulsun. Daha sonra suyunu falan əlavə edim. Pişsin. Dəniz çox az idi. Onun da yumurtasını verim yesin. Belə. Biz yeməyimizi yedik, içdik. Yaxşı. Bir dənə Aylinin bu su qabısı qalıb. Bunu hər gün yuyuram. Təzədən qaynanmış su doldururam ki, onu içsin. Güc bitər, ona öyrətmişəm. Heç nə. Bu videomuzu da burada bağlayaq. İnşallah növbəti videoda, vlogda görüşmək ümidi ilə. Hələlik.